Qazandığımız pul niyə ay sonuna çatmır? Qənaət edə bilmirik? Qənaət eləyə bilirsiniz? Xeyr. Edə bilirəm. İndiki zamanədə zaten uşaq varsa ailədə, yəni etməlisən. Gündəlik xırda xərclər, plansız alış-veriş, sosial medianın yaratdığı istehlak vərdişləri və artan qiymətlər. Bütün bunlar ailə büdcəsinə təsir edən əsas amillər sırasındadır. Mütəxəssislər hesab edirlər ki, qənaət etməməyin əsas səbəblərindən biri gəlirlə xərc arasındakı balansın pozulmasıdır. İzafi xərcləri azaldaraq, istehlak xərclərini azaldaraq, bu da əsasən belə deyək, məişət əşyalarının kreditlə alınmasıdır və ya avtomobillərin kreditlə alınmasıdır ki, bu xərcləri azaldaraq öz ailə büdcələrinə ciddi qənaət edə bilərlər və bu istiqamətdə bu onların gəlirlərinin daha səmərəli istifadə edilməsinə və formalaşmasına öz müsbət təsirlərini göstərə bilər. Amma problem təkcə iqtisadi faktorla məhdudlaşmır. İnsanların ehtiyaclarını düşünmədən gördüklərini əldə etmək istəkləri də onların xərclərini artırır. İlk növbədə bütün reklamlarda marketinq metodologiyaları istifadə olunur. Bu məqamlardan biri qiymətin dəyişdirilməsidir. Misal üçün 99 yazılır 100 əvəzinə və insan psixoloji olaraq nə qədər başa düşsə də ki, bu yalançı nömrədir, bu 100-ə yaxındır. Amma yəni də insan rəqəmlərin sayını az gördüyünə görə, misal üçün 3 rəqəm yox, 2 rəqəm gördüyünə görə bu insana bir qədər aldadıcı bir təəssürat yaradır. Yəni sosial statusumuzun nümayişi, başqaları ilə etməyimiz və reklamların şüuraltı təsiri də büdcəmizə zərər verir. Birinci, düzgün maliyyə planlamasının olmaması. İkincisi, impulsiv xərclər. Bunlar nədir? Qəfildən, ani baş verən alış-verişlər. Bu hallar əsasən psixoloji durumumuzdan da asılı olur. Bəzən insanlar stres atmaq, depressiyadan qurtulmaq üçün bu alış-verişləri əl atırlar. Digər amillərdən biri bizim maddi durumumuzun düzgün planlanmaması. Bir sözlə, qənaət vərdişi uşaqlıqdan yaranmalı, formalaşmalıdır. Bu da ailədən başlamalıdır. Səma Pənahova, Elxan Novruzov, Telesəhər.